Salam uşaqlar, bugün bizim dərsimiz faizinə görə ədədin tapılmasıdır. Namazdakı çalışmalara baxaq. Yolun 28 faizini getdikdən sonra turistin 216 kilometr yolu qalır. Bütün yolun uzunluğunu tapın. Deməli, bu bizim yolumuzdur. Onun 28 faizi deməli 28 faizi gedildikdən sonra 216 kilometri qalır. 216 kilometri qalır. Deməli, əgər yolun uzunluğu 100 faizdirsə, 28'i gedilibsə, nə qədəri qalır? Əlbəttə ki, 72 faizi qalır. Deməli, 72 faiz 216'dır. Yazaq. 72 faiz 216 kilometrdir. Bəs yolun uzunluğu, bütün yolun uzunluğu, yəni 100 faiz nə qədər kilometrdir? Bunu deməli vuraq çarpaz. O da olacaq 72x bərabərdir 216'nı vuraq 100'ə. Olacaq 21600. X bərabərdir 21600'ü bölək 72'yə, cavab olacaq 300 kilometr. Yəni, A-dan B-yə qədər olan məsafə nə qədərdir? 300 kilometrdir. Keçək ikinci məsələyə. Kartofda 20% nişasta var. 15 kilogram nişasta almaq üçün nə qədər kartof götürmək lazımdır? Deməli, kartofda 20% nişasta var. 1 kilogram kartofda 20% nişasta var. 15 kilogram nişasta hazırlamaq üçün nə qədər kartof lazımdır? 15 kilogram nişasta dediği için nişastanın altına yazmaq lazımdır. 15 kilogram nişasta almaq üçün nə qədər kartof götürmək lazımdır? Nə qədər kilogram kartof götürmək lazımdır? Bilmirik. İndi baxın, burada 20%dir, burada 15 kilogram. Deməli, faizi ədədə çevirək ki, onlar eyniləşsin. 20% ədədi necə çeviririk? Bölürük 100'ə. Gəlin 20'ni bölək 100'ə, olacaq 0,2 kilogram. Eyniləşdi? Bəli, eyniləşdi. İndi çarpaz vuraq. 0,2 x bərabərdir 15'ə. X bərabərdir 15 bölünsün 0,2'yə və x bərabərdir. İndi baxın uşaqlar, burada məxrəcdə 0,2 ola bilməz. Biz onu natural ədədə çevirməliyik. Yəni vurmalıyıq 10'a. Bunu vururuqsa 15'i də vurmalıyıq. Olacaq 150 bölünsün 2'yə. Cavab olacaq 75. Deməli 75 kilogram kartof götürmək lazımdır ki, ondan 15 kilogram nişasta alınsın. Keçək üçüncü məsələyə. Moruq quruduqda kütləsinin 75%-ni itirir. 5 kilogram qurudulmuş moruq üçün neçə kilogram təzə moruq götürmək lazımdır? Deməli, quruduqda kütləsinin neçə faizini itirir? Deməli, yazaq itirir. İtirir 75%-ni. Bəs 75%-ni itirirsə nə qədər qalır? Qalır 25%. 5 kilogram qurudulmuş moruq üçün, yəni qurudulmuş budur da, qurudulmuş moruq üçün 5 kilogram. 5 kilogram qurudulmuş moruq üçün, deməli, biz nə qədər təzə moruq götürməliyik? Yəni 100%. Nə qədər götürməliyik? X kilogram. Tənasibi qurduq. Deməli, 25 qalandır. Ona görə yazdıq 25, 5 kilogram olsun. Və çarpaz vuraq. 25x bərabərdir 500'ə. X bərabərdir 500 bölünsün 25'ə. X'in də qiyməti olacaq 20 kilogram. Yəni biz 20 kilogram götürməliyik ki, onun 75%-i
qurudulduqda itirir. Qalan 25%-i də 5 kiloqram olacaq. Bu qədər uşaqlar. İnanıram ki, mövzunu başa düşdünüz. Əgər videonun davamının gəlməyini istəyirsinizsə, bəyənib abunə olun. Hələlik bu qədər, sağ olun.